Tarixdə yazırlar, bir gün Əmirül Möminin Əli əleyhissalam Kufə bazarında əyləşmişdi. Bir gənc gəlir, imamı tanıdığından salam verir. Əssəlamu aleykə ya Əmirəl Möminin. Deyir, mənim vaxtım çox olur, vaxtım çoxdur. Nə iş görsəm yaxşı olar, nə işlə məşğul olsam yaxşı olar? Həzrət İmam Əli əleyhissalam cavabında buyurur ki, əslində vaxtın çox deyil, sadəcə sən onu dəyərləndirmirsən və vaxtı düzgün nizamlayıb tənzimləmirsən deyə sənə vaxtım çox qalırmış kimi gəlir. Həzrət buyurur ki, vaxt nəfəs qədəridir. Yəni, mən deyim, mənim vaxtım çoxdur, bəzən deyirlər, hələ mən cavanam, hələ vaxta var. Yəni, hələ ömür, həyat qabaqdadır deyə. İnsanlar deyir, hələ cavanam, vaxta var. Amma Əmirül Möminin Əli əleyhissalam o cavan ki, Həzrətdən nəsihət istəyir, tövsiyə istəyir. Həzrət buyurur ki, vaxt nəfəs qədərdir. Nəfəsin bitəndə vaxtın da bitəcək.